Hər sizə salam dostlar. İlk villamız gəldi. Gedirik villaya baxmaya. Maşınımız da yağışlardan sonra biraz kirlənib. Hələ kirli sürürəm hələ ki. Son güncəlləmədən sonra bir dənə güncəllənmə gəldi. Mən də yəni güncəllənməzdim, güncəllədim. İndi oyun donur. Bu arada da bir səhv tapmışam dostlar. Bu hədiyyə maşınına gələndə kilometrej hər oyunu girib çıxandan sonra sıfırlanır. Mən sürmüşəm, hər gün sürürəm 20-30 kilometr, amma yenə sıfırlanıb olub belə. Bir də menuda, qaracı dizayında menuda maşın gələndiyi halında olur, yəni rəngi, diskləri, necə fərqli olur. Amma yaxşısı qaracı dizayında istədiyimiz kimi rəngi, diskləri dəyişir və yəni. Bunu da bir səhv. Bir də gələn yorumlardan danışmaq istəyirəm, sağ olsunlar, yorum yazırlar. Yazırlar ki, Mercedes modelini düzləmirsən. Mən yəni, modelləri ancaq adlarını bilirəm. Mercedes, BMW, Peugeot, belə amma da ətraflı bilmədiyimə görə yəni bu qədər bilirəm. Ancaq adlarını bilirəm. Burada dostlar yeni villamız. Göre içeride ne var? Görürsünüz ki mərtəbədir. Bunun kuxnasıdır. Buradan da bir dənə həyətə qapısı var. Xalada inəkdir. Kuxna mebli, divan. Belə rəsmlər var. Burada bir divan var. Həm sadə bir evdə belə deyək. Sonra nə var? Bu evi də fikirləşirəm bağ evi kimi işləteyim. Yayda gəlib dincələyim burada. Çıxar ikinci mərtəbəyə. İkinci mərtəbədə nə var görək. Burada bir otaq var. Buradan balkona çıxırsan hava almaya. Burada bir skameykası var.
Sonra nə var? Yataq otağı yoxdur. Yataq otağını görmürəm. Yəni başqa da bir şey yoxdur. Hərəsi də belə sadedir. Ən azından burada bir ağacdan, nə bilim, qızılgüldən falan bir şey içmək olardı. Yəni boş həyətdir, sadə həyətdir. Bu arada burada belə bir şey tapdım, balaca. Göğsü maşınlarda gəlirdi. Böyle açar yeri, danqrat yeri, onu da fikirləşib qoyublar. Və başqa bir şey də yoxdur bu evdə. Bu indi məndən bu qədər. Sağ olun, gələn videolarda görüşək.